Mənim ilk həmsöhbətim futbol eksperti İmran Əliyevdir. İmran bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. İmran bəy, dünən oynanılan o görüşlərdən başlayaq. İspaniya, Səudiyyə Ərəbistanı yığması qarşılaşırdı və İspaniya millisi rahat qələbə qazandı. Yəni, ilk hissədə artıq maçın taleyini həll etmişdilər. İlk qarşılaşmadakı Cabo Verde ilə xal itkisindən sonra məncə bu gözlənilən idi. Siz nə düşünürsünüz? Ümumiyyətlə, oyunu necə dəyərləndirdiniz İspaniya millisində? Ümumiyyətlə, birinci oyundan sonra o İspaniyanın favorit olma fikirləri bir çox insan üçün real olmamağa başladı. Bir çox ekspert, bir çox insan deməyə başladı ki, İspaniya o İspaniya deyil, İspaniya da alınmayacaq, hansı ki Cabo Verde'yə qol vura bilmir. Cabo Verde'nin də vəziyyəti yəni ortadadır da, ilk dəfə çıxış edirdi. Amma mən onu xatırladım ki, 2010-cu ildə də İspaniya birinci turda, qrup mərhələsinin birinci oyununda İsveçrəyə məğlub olmuşdu. Ondan sonra gəldi dünya çempionu oldu. Adətən favorit komandaların birinci oyundakı uğursuzluğu hələ heç nə demək deyil. Çünki belə deyək də, onlar tamam başqa bir hədəfə fokuslanıblar və qarşılarında Cabo Verde, yəni onların psixoloji vəziyyəti o oyuna hazır deyildi desək biraz qəribə çıxır. Amma onların kökləndiyi həqiqətən də bu deyildi Cabo Verde və gözlənilmədən də o hansı ki Vozinyanın bir günə 15 milyon izləyici topladığı həmin gecədə və biz dünən bu arada Vozinyanın da həqiqi performansını gördük. Yəni əslində elə olmadığını, yəni o ulduz qapıcı olmadığını gördük bu arada. Təbii ki, adamın 40 yaşı var. Yəni nə edə bilər bundan artıq? Yəni reaksiyaları, refleksləri o qədər də yaxşı deyilmiş. Bütün dünya bunu gördü, amma birinci oyunun təbii ki qəhrəmanı idi. Onu demək istəyirəm ki, İspaniyanın birinci oyundakı performansı dediyimiz kimi əsas deyildi. Ərəbistan oyununda da özlərini, hətta belə deyərdim, yormadan birinci hissədə oyunun taleyini həll elədilər və artıq indidən son oyun Uruqvayda, amma mən İspaniyanın Uruqvay oyununda da çox çətinlik çəkəcəyini düşünmürəm. Hələ dünən Uruqvayın oyununu görəndən sonra. Fikirləşirəm ki, İspaniya... Məncə problem Uruqvayda deyil, problem Cabo Verde'dədir. Onlar ikinci eşkələrini etdilər və üçüncü oyunda Səudiyyə Ərəbistanı millisi ilə bir xal qazanacaqları təqdirdə qrup üçüncüsü kimi play-off'a yüksələ bilərlər. Uruqvay millisinə gəlincə orada Valverde var, Bentancur var, yəni Araujo, belə yəni Ugarte, həqiqətən şu fiziki çox güclü və orta sahəni əlində saxlaya biləcək futbolçular var. Uruqvay millisi ilə Cabo Verde'nin oyunu bəlkə də yəni ad olaraq elə deyil, amma çempionatın ən maraqlı oyunlarından biriydi. Biz gördük ki, Cabo Verde birinci oyunda İspaniyadan çəkinirdi, əməlli başlı çəkinirdi. Həm də onların birinci oyunu idi, həyəcanlıydılar. Biraz açıq oyun oynamağa başlayanda onların sürətli əks hücuma sahib olduğunu gördük. Yəni mən hətta belə futbol azarkeşi olaraq çox həyəcanla oyunu izləyirdim. Hər an komanda qol vura bilər və bu komandanın Cabo Verde olmağı, o 48 komanda olma məsələsini əslində uğurlu nəticələrindən biridir də, belə deyim. Cabo Verde Uruqvayla demək olar ki, başa-baş oynadı və mən onu deyərdim ki, Valverde dediyiniz kimi bu dəqiqə Valverdeli Uruqvay orta sahəsi, necə deyirlər, yarım müdafiəsi çox belə iddialı görünür, amma hələ də o belə zarafat yana desək, o Tchouaméni'nin yumruğundan ayrılmayıb belə görünür Valverde. Uruqvayın sonunda dediyim kimi İspaniyaya qarşı müqavimət göstərə bilməyəcəyini düşünürəm. Cabo Verde isə son turda Səudiyyə Ərəbistanı üzərində qələbə qazanacağını da düşünürəm.